Bəh-bəh, bu da sizə Xamenei ağanızın müşavirinin qızının toyu. Bəli, Xamenei ağanızın müşaviri öz qızını Tehranda bu cür yarıçılpaq şəkildə gəlin köçürür. Ayrı vaxt xalqa dindən, imandan, təsəttürdən, göz zinasından dəm vuran ağalar niyəsə övladlarını bu cür yarıçılpaq şəkildə gəlin köçürə bilirlər, həm də Tehranda. Bəli, xalqa gələndə din, iman, təsəttür, hicab, öz övladları isə istədiyi həyatı bu cür yaşayırlar. Bu da sizə İranın növbəti dəfə iç yüzü. Bilirəm ki, İran aşiqlərinin bu videoda xoşuna gəlməyəcək. Amma bu bir gerçəkdir, İran gerçəyidir. Siz nə qədər də dəridən qabıqdan çıxıb İranı müdafiə etməyə çalışsaz, gördüyünüz kimi İran öz həyatını yaşayır. Bəs biz ona görə deyirik ki, İran üçün din sadəcə siyasətdir, mənəviyyat deyil. Bir özünüz düşünün. Əgər gerçəkdən İran üçün din mənəviyyat olsaydı, ağaların qızlarını bu cür yarıçılpaq şəkildə görə bilərdinizmi? Baxın, Azərbaycanda hələ mən axund imam demirəm. Sadə bir dindar kişi öz qızını bu şəkildə gəlin köçürərmi? Köçürməz deyilmi? Ona görə də İrandakı sizin bütün ağalarınız bizim bir Hacı Şahinimiz etməz. Siz bir baxın Hacı Şahinin yetişdirdiyi övladlara. Nurdular, nur. Ona görə də Azərbaycandakı İslam daha səmimi İslamdır. Çünki bizim dindar bacılarımız hicabı sırf Allah rizası üçün örtürlər. Azərbaycanlı dindarlar ibadəti sırf Allah rizası üçün edirlər. Kiməsə göstərmək üçün yox, siyasi məqsədlər üçün yox, cəzadan qaçmaq üçün yox, sırf Allah rizası üçün. O sizə İran, bu da Azərbaycan.